Salam uşaqlar, bugün sizinlə bir yerdə bərabərsizliklər mövzusuna baxacağıq. İlk öncə bu səhifənin izahını verməzdən qabaq bərabərsizliklər nədir, o haqqda məlumat vermək istəyirəm. Normalda biz söz olaraq bilirik ki, məsələn, 2 birdən böyükdür və yaxud da sual versəm sizə 15 böyükdür yoxsa 2, deyərsiniz ki, 15 böyükdür 2-dən. Bunu söz olaraq deyirik biz. Amma riyaziyyatda bilirik ki, biz daha çox işarələrlə işləyirik. Riyaziyyatda həmin bu deyilən sözləri işarələrlə yazılmış versiyası bərabərsizliklər mövzusunda izah olunur. Yəni nə demək istəyirəm? Bərabərsizliklərin gəlin ilk olaraq əsas işarələrini yazaq. Böyükdür, kiçikdir, bərabərdir. Böyükdür, bərabərdir, kiçikdir, bərabərdir. Bu əsas işarələrimizdir bizim. Bunların hər birinin mənası var. Məsələn, mən deyirəm ki, 7 5-dən böyükdür. Bunu cümlə olaraq dedim. Bəs mən bunu riyaziyyatda necə göstərərəm? Bu şəkildə göstərirəm. 7 böyükdür 5-dən. Bu işarəni timsahın ağzı kimi fikirləşə bilərik. Timsah nə edəcək? Ağzını açıb hər zaman böyük ədədi yeməyə çalışacaq. Yəni, deyək ki, əgər bu şəkildə yazılsaydı, 7-ni bu tərəfə qoysaydılar, 5-i bu tərəfə, onda işarəni bu tərəfə yazacaqdım. Timsah hər zaman böyük rəqəmi yemək istəyir. Bu belə bərabərlik işarəsidir. Bu işarənin də mənası, məsələn, 5 bərabərdir, 5 kimi yaza bilərəm. Böyükdür, bərabərdir işarəsi də var. 5 böyükdür, bərabərdir, 5 kimi də yaza bilərəm. Ondan sonra kiçikdir, bərabərdir işarəsi var. Bu da əslində demək olar ki, eyni mənaya gəlir. Bu hissəni keçək getsin, çox da qalmayaq. Ümid edirəm ki, kiçik də olsa bir məlumat verdim. İndi əsas olaraq siz burada bu səhifədə həmin işarələr üzərində araşdırmalara baxacaqsınız. İlk olaraq araşdırma müzakirədən başlayır. Deyir ki, mağazanın satış üzrə meneceri ay ərzində hər satılan kondisionerə görə 30 manat mükafat alır. Deməli, hər satılan kondisionerə görə 30 manat mükafat alır. Bu aydındır bu cümlə. O ay ərzində 200 manatdan çox mükafat almaq üçün ən azı neçə kondisioner satmalıdır? Əgər o 200 manatdan çox mükafat almaq istəyirsə, fikirləşirəm ki, 3-ü nəyə vuranda 200-ü keçir? 3-ü məsələn 7-yə vursam 200-ü keçər. Yəni 30-u 7-yə vursam 200-ü keçər. İndi mənə verilən sual nə idi? Deyir ki, o ay ərzində 200 manatdan çox mükafat 200 manata bərabər və yaxud 200 manatdan çox mükafat almaq üçün ən azı neçə kondisioner satmalıdır? O 7 kondisioner satmalıdır. O əgər 6 kondisioner satsaydı, onda cavab 180 eləyəcəkdi. O da 200-dən böyük rəqəm deyil axı. Bizə 200-dən böyük rəqəm lazımdır. O da ki, sadəcə nə vaxt olur? O vaxt olur ki, onu bərabərsizlik şəklində biz ifadə eləməliyik. Çünki bizim mövzumuz bərabərsizlikdir. Onu yazırıq. 3 vurulsun 7 böyükdür 200. Bu şəkildə. 70 yazdım. Burada belə yazmalıydım mən. Bizə axı 30 manatdır. 30 manat vurulsun 7. Bu şəkildə yazılmalıdır. 30 vurulsun 7. Belə. Ən azı neçə kondisioner satmalıdır? 7 kondisioner satmalıdır. Satılan kondisionerlərin sayını eni ilə işarə etməklə bunu bərabərsizlik şəklində necə yazmaq olar? Yəni deyir ki, götür bunu sən eni ilə işarə elə. En vurulsun 30 böyükdür, bərabərdir 200 kimi yaza bilərik. Bizə deyir çox olsun, 200 manatdan çox olsun. Ona görə bərabərlik yazmağa burada ehtiyac yoxdur. Bunu silə bilərik. 30 vurulsun n böyükdür 200. Всё. Keçək öyrənməyə. Öyrənmə bizə nə deyir? Deyir ki, bərabərsizliyin tam ədədlər çoxluğunda həlli. Bərabərsizliyin tam ədədlər çoxluğunda həlli. Bəzi məsələləri həll etmək üçün qurulan bərabərsizliklərdə dəyişən yalnız tam qiymətlər ala bilər. Məsələn, uşaqlar arasında keçirilən şahmat turnirində oyunçuya məğlub olduqda 0 xal, heç etdikdə 1 xal, qalib gəldikdə isə 2 xal verir. Şahmatçıya bu oyunda verilən xal eni ilə işarə olunarsa, onda bu bərabərsizliyi biz en kiçikdir, bərabərdir 2 kimi göstərə bilərik. Baxın, şahmatçıya biz niyə belə göstərilir? Çünki şahmatçıya biz 0 verə bilərik xal olaraq.
Məğlub olanda 0 verirəm. Heç eləsə 1 xal verirəm. Nə vaxt ki qalib gəlsə, onda mən ona 2 xal verirəm. Bunu əsasən şahmatçıya bir oyunda verilən xalı mən n ilə işarə eləsəm, bir oyunda verilən xalı. Zaten burada üçündən biri onun başına gələ bilər də şahmatçının. Şahmat oynayırsan, şahmatda ya bərabərə qala bilərsən, ya məğlub olarsan, ya da qazanarsan. Yəni sən ya 0 alacaqsan, ya 1 alacaqsan, ya da 2 alacaqsan. N ya 0-dır, ya 1-dir, ya 2-dir. Buna əsasən bərabərliyini sən belə yaza bilərsən ki, n kiçikdir, bərabərdir 2 şəklində. Burada da yazıb, bu halda bərabərsizliyin həlli 0, 1, 2 ədədləridir. Əslində tək şahmata aid deyil. Bütün oyunlar belədir. Ya məğlub olursan, ya qazanırsan. Bir də heç. Yəni bərabərliyə qaldığın durumlar olur. Bərabərliyə qaldığımız durumlarda biz bir dəfə də oynayırıq, amma o indi bura daxil deyil. Hər oyunda da elə olmur. İndi davam eləyək. Bu hissələri silək, təmizləyəkmi? Təmizləyək. İndi bizə nə ediblər? Həmin bu bərabərsizliyi mi veriblər? Yox. Bu başqa bərabərsizlik deyəsən. Hə, bu başqa bərabərsizlikdir. Bizə nümunə veriblər. Nümunə 1. Nümunə 1-də deyir ki, x böyükdür -2 bərabərsizliyini ödəyən bir neçə tam ədədi qeyd edin. Və burada qeyd ediblər. Məsələn, bizə lazımdır, bax, bu bərabərsizliyin mənası nədir? -2-dən böyük ədədlər olsun. İndi bir-bir yoxlayıblar. -4 veriblər. -4 -2-dən böyükdür. Xeyr, böyük deyil. Biz bilirik ki, ədəd oxunda sağ tərəfdə olan ədədlər daha böyükdür. Sol tərəfə getdikcə ədədlər azalır. Və biz burada ədəd oxun, biz deyəndə, yəni burada ədəd oxu işarə olunub. Ədəd oxunda -2 göstərilir. -2 baxın necə göstərilir. Bir dənə fikir verin. -2-ni yazıblar. Burada dairə çəkiblər. Dairənin içi boşdur. Nə deməkdir bu? Yəni x-a -2 daxil deyil. X -2-yə bərabər ola bilməz. Əgər bərabər olsaydı, yəni burada bir dənə aşağıda bir dənə belə işarə olsaydı, indi o işarəni silirəm. Əgər o işarə olsaydı, onda bunun için doldurardılar. Amma indi burada baxırıq ki, bizə verilən nümunədə bərabərlik deyil deyə boş göstərirlər. Yəni istəyirəm ki, siz burada yadda saxlayasınız ki, nə vaxt o nöqtənin içi dolu olsa, onda burada bərabərlik işarəsi olacaq. Nə vaxt boş olsa, o deməkdir ki, -2 həmin ədədlər çoxluğuna aid deyil. İndi mənim dediyim sözü bir dəfə də yada salaq. Bizdən istəyirdi x böyükdür -2 bərabərsizliyindən bir neçə tam ədədi yazın, qeyd edin. -2-ni qeyd elədim ədəd oxunda. İndi baxıram, bilirəm ki, sağ tərəfdə olan ədədlər hər zaman -2-dən daha böyükdür. Sağ tərəfdə olan ədədlərə baxıram. -1-dir, 0-dır, 1-dir, 2-dir, 3-dür, 4-dür. Baxın, burada özündə nümunədə nə veriblər? -4-ü veriblər. -4-ü yoxlayıblar. -4 -2-dən böyükdür. Baxaq görək, -4 soldadır. Solda olan ədəd -2-dən böyük ola bilməz. -3 veriblər. Yenə -2-dən soldadır. Yenə kiçikdir, yenə səhvdir, böyük ola bilməz. -2 veriblər. -2 bərabərsizliyimizə görə daxil deyil. O vaxt daxil olardı ki, bu işarənin altına baxın, bir dənə belə xətt çəkilsin. Yəni bu o deməkdir ki, -2 x-a bərabərdir. Amma bizə bu verilməyib, verilmədiyinə görə -2 də bizim bərabərsizliyimizi ödəmir. -1-i verirəm. -1-ə baxaq. -1 bəli ödəyir. Baxın, -2-dən sağ tərəfdədir, ödəyir. 0 versəm ödəyər, 1 versəm ödəyər, 2 versəm ödəyər, 3 versəm ödəyər, 4 versəm ödəyər, 5 versəm ödəyər. Bu ədədlərin hər biri -2-dən sağda olan bütün ədədlər ondan böyükdür. Ona görə -2-də olan 2-dən sağda olan bütün ədədlər bizim bərabərsizliyimizin həllidir. Visyo. İndi davam edirik. Ədəd oxunda -2 ədədindən sağda yaşayan bütün tam ədədlər, bunu burada da qeyd ediblər. Cümlə olaraq da yazıblar. Mənim eyni dediyim söz. İndi keçək nümunə 2-yə. Bizə başqa bir nümunə veriblər. Bu nümunədə nə izah olunur? Deməli deyir ki, x kiçikdir, bərabərdir, -1 bərabərsizliyi ödədən bir neçə tam ədədi qeyd edin. Bu da əslində eyni tipli sualdır. Bu səfər baxın nə veriblər? Diqqət eləyək. Kiçikdir, bərabərdir verilib. Gəlirəm ədəd oxuma. Ədəd oxumda baxın, nöqtə neylənib? Rənglənib. Nöqtənin içi doludur. Bura baxın, nöqtənin burada içi boş idi. Burada doludur. Nəyə görə doludur? Çünki burada bərabərlik var. Bərabərlik olanda mən ədədimi ədəd oxu üzərində qeyd edirəmsə, onda həmin nöqtənin daxilini doldurmalıyam. Ümid edirəm ki, bu sizə aydındır.
İndi bir-bir yeni ədədlər veriblər. 2-dən başlayıblar. Bizə lazımdır -1-dən kiçik ədədlər. Bu bərabərsizliyə görə -1-in özü və -1-dən kiçik ədədlər. Yəni mən bu zaman kiçiyi axtaranda tərəfə baxacam, sola baxacam. Mən böyüyü axtaranda sağa baxacam, kiçiyi axtaranda sola baxacam. Amma bunlar nə ediblər? Yoxlamaq üçün və sizə göstərmək üçün sağdan başlayıblar. Baxıram sağda 2 var. 2 -1-dən böyükdür. Amma mənim bərabərsizliyim nə göstərir mənə? Mənim bərabərsizliyimdə mənə lazımdır -1-dən kiçik və bərabər. 2 ola bilməz. 2 getdi. Sonra 1-ə baxıram. 1 də yenə sağdadır -1-dən. Onu da götürə bilmərəm. 0-a baxıram. 0 da sağdadır. -1-dən böyük ədəddir. Amma bərabərsizliyim kiçik istəyir. Bunu da götürə bilmərəm. -1-i götürə bilərəmmi? Götürərəm. Niyə? Çünki nöqtəmin içi doludur və mənə istəyir ki, kiçik olsun və bərabər olsun. Kiçik və bərabər söhbətinə görə mən nə edirəm? -1-i də götürürəm. Demək, -1 də mənim həllim imiş. Sonra -2-yə baxıram, -2 də mənim həllimdir. -3-ə baxıram, -3 də həldir. -4 də həldir, -5 də həldir. Hamısı, yəni -1-dən solda olan ədədlər hamısı ondan kiçikdir. Bu qədər. Deməli, mən burada nə öyrəndim? Mən nəyə diqqət yetirəcəm? Mən diqqət yetirəcəm, burada xətt çəkilib, çəkilməyib altdan. Yəni, bərabərlik işarəsi qoyulub, qoyulmayıb. Qoyulubsa nə edəcəm? Nöqtəni ədəd oxunda qeyd eləyəcəm. Məsəl üçün, -2-ni qeyd elədim. Daxildirsə, əgər bu bərabərlik işarəsi varsa, içini rəngləyəcəm nöqtənin. Daxil deyilsə, nə edəcəm? İçini boş saxlayacam. Bu 1. Bu cibdə. Sonra nəyə baxıram? Baxıram ki, məndən istəyir həmin ədəddən böyük ədədimi, həmin ədəddən kiçik ədədimi. Böyük istəyirsə, sağa baxacam həmin ədəddən. Kiçik istəyirsə, sola baxacam. Bu qədər sadə. Ədəd oxunda -1 və ondan sol deyəcəm. Bütün tam ədədlər vərsiliyin həllidir. Yenə də cümlə olaraq bunu qeyd ediblər. Mənim bu dediklərimi hamısı qeyd olunub burada. Hansı tam ədədlər fikirləşməyinizi istəyirlər sizdən? Deyir ki, hansı tam ədədlər x kiçikdir bərabərdir, -2 bərabərsizliyinin həlli deyil. Həlli həmin ədədlər olan bərabərsizliyi necə yazmaq olar? Siz nə edirsiniz? Kommentlər hissəsinə girirsiniz və bu fikirləş sualının cavabını yazırsınız. Mən gözləyəcəm cavablarınızı, hər birinizin cavabını da yoxlayacağam, diqqət yetirəcəm. Səhv düz olduğunu sizə deyəcəm. Səhvinizin də harada olduğunu izah edəcəm. Əgər səhviniz olsa, inşallah olmayacaq. Elə çətin bir məsələ yoxdur orada. Burada indi mən bir şeylər qeyd eləmişəm. Onları silək, təmizləyək. Mən sizə onları izah edeyim. Deməli, çalışma 1-ə baxaq. Görək bizə çalışma 1-də nə deyir? Deyir ki, bərabərsizlərə uyğun ədəd oxunu müəyyən edin. Bizə verilib 4 dənə bərabərsizlik, onlara uyğun ədəd oxları A, B, C, D-dir. Biz uyğunlaşdırmalıyıq. Yəni, əslində burada qarışıq verilib, hansı ona uyğundur onu bilməliyik. Baxın, burada verilib bizə x kiçikdir, bərabərdir, -4. X kiçikdir, bərabərdir, -4. Mən deməli, ədəd oxunda nə etməliyəm? Buna baxaq, bunu quraq. Sonra buradan aşağıdan seçək. İlk olaraq özümüz quraq. Bir dənə ədəd oxu çəkirəm. İlk eləyəcəyim iş nədir? Ədəd oxu çəkmək. Ədəd oxunda -4-ü qeyd edirəm. -4-ü qeyd elədim. İndi mən bu işarənin içini rəngləyərəmmi, rəngləmərəmmi? Əlbəttə rəngləyərəm. Niyə rəngləyərəm? Çünki burada bərabərlik işarəsi var. Bu bərabərlik işarəsinə görə bu nöqtənin içi, dairənin içi rənglənməlidir. Bununla da əslində mən özümə demiş oluram ki, bax sən bu bərabərsizliyi götürəndə -4-ü də nəzərə al. -4 də həmin bərabərsizliyin həllidir. İndi mənə deyir ki, kiçik bərabərdir. Yəni, -4-dən kiçik olan hissələri götürəcəm. Baxın, həmin hissələrdə oxlar işarəsində göstəriblər. Yəni, mavi ox həmin həlli göstərir. Mən indi baxıram, mənə kiçik deyirsə, onda mən ox şəklində, indi məndə mavi olmadı, qırmızı oldu. İstəyirsiniz, mavi eləyərəm. Eşidirəm ki, deyirsiniz, mən mavi eləyim, mən də mavi eləyirəm. Deməli, mavi oxla göstərirəm ki, -4-ün, yəni -4-dən solda olan ədədlər bu bərabərsizliyin həllidir və -4-ün özü də daxil olmaqla. Baxıram, baxın, elə mən üzərində izah elətdiyim ədəd oxu elə birinci bizim bərabərsizliyimizin həlli imiş.
Deməli 1-ə C gedir. Gəlin yazdıqlarımızı silək, çünki biz bunu 4-ü üçün də yazacağıq. Mən sizə 4-ünü də izah eləyəcəm ki, bu sizə tam otursun. Deməli 1-ə nə uyğun imiş? C variantı uyğun imiş. İndi ikincisinə baxaq. İkincisinin üçün də ayrıca ədəd oxu çəkirik. Yenə ox işarəsi göstərirəm ki, bu ədəd oxu bunun üçün çəkilir. Deməli bizim ədəd oxumuz var. Oxumuzu çəkək. -4-ü yenə qeyd edirəm. Bu zaman sizcə bu dairənin içini rəngləyərəm, rəngləmərəm? Eşidirəm ki, müəllim, rəngləmək olmaz. Niyə olmaz? Çünki burada bərabərlik işarəsi yoxdur, müəllim. Hə, ona görə nə edəcəyik? Elə belə içi boş saxlayacağıq. Okay? Amma indi nəyə fikir veririk? Biz götürürük mavi qələmimizi. Mavi qələmi götürdüm. Bu mavidir. Fərqi yoxdur. Bizə deyir ki, x-in yerində duran ədədlər -4-dən kiçikdir. Kiçikdirsə, müəllim demişdi ki, sola baxarıq. Kiçikləri götürürüksə, onda solda olan hissəni götürəcəyik. Yəni, bizim ədəd oxumuz bu şəkildə olmalıdır. Hansı ədəd oxudur? O da D variantı. Всё. Yəni, D variantını da qeyd edək. Bax, görək nə var. Aha. Sonra davam edirik. Bu səfər də bizdən nə istəyir bizdən? Üçüncüsündə yenə bir dənə ədəd oxu qeyd edirəm. Ədəd oxunda -4-ü qeyd edirəm. İçini boş saxlayıram, çünki bərabərliyi yoxdur, sadəcə böyükdür yazılıb. Böyük olanda hansı hissəyə baxırdım? Sağ hissəyə baxırdım. Sağda olan hissəni götürürdüm. Onu da ədəd oxunda baxın, bu şəkildə sağdan belə götürürük. Yəni, sağda olan bütün ədədlər -4-dən böyük. Sağda olan bütün ədədlər bu bərabərsizliyin həllidir. O da harda verilmişdi bizdə? Elə B variantında. Deməli, üçüncüyə də B variantı uyğundur. Bu hissəyə də B variantı uyğundur. Axırıncısına baxaq. Axırıncısında böyükdür, bərabərdir verilib. Elə bu ox üzərində onu izah edə bilərəm. Eyni oxdur. Sadəcə nə edəcəyik burada? Dairənin içini rəngləyəcəyik. Niyə rəngləyəcəyik? Çünki bizə burada böyükdür, bərabərdir verilib. Yəni, bu həllərə, x-a aid olan həllərə -4-ün özü də daxildir. -4-ün özü də bu həlli ödəyir. Baxın, -4-ü qoysam, -4 böyükdür, bərabərdir, -4 olur. Okay. Davam edirik. Yəni, bu variantı da göstərsəm əgər mən, bu da A variantı olur. A variantı da, yəni 4-cüsünə getdim. Beləliklə, bu sualın axırına gəldik, biz çıxdıq. Hə, A variantında yazdıq. A variantı da aid oldu axırıncı bərabərsizliyimizə. Birinci sualın ümid edirəm ki, həlli aydındır. İndi keçək ikinci suala. Bərabərsizliyi ödəyən 3 tam ədədi tapın. Bərabərsizliyi ödəyən 3 tam ədəd tapın və həlli ədəd oxunda təsvir edin. Bu bərabərsizliyi ödəməyən 2 tam ədəd müəyyən edin. İlk cümləyə baxaq. Deyir ki, bərabərsizliyi ödəyən 3 tam ədəd tapın. Həlli ədəd oxunda təsvir eləyin. Burada mən onu təsvir eləməliyəm. Yeri varsa ya da ayrı bir səhifə açıb izah eləyərik. Yaxşı. Bu bərabərsizliyi ödəməyən 2 tam ədəd müəyyən edin. Ödəyən 3 dənə, ödəməyən 2 dənə, bir də ədəd oxu qeyd edirsən. Yaxşı, yazaq bir şey açaq burada. Aşağı notda izah eləyək, yoxsa belə oldu ki, belə olmamalıydı. Aha, belə bir səhifə açmaq istəyirdim, açıldı. Hə, bunun hamısını izah eləyək, yoxsa yarısını izah eləyək, yarısını sizə saxlayaq. Nəysə, başlayaq. Deməli, A variantına baxaq. A variantında bizə nə deyildi? Bunu da biraz qalınlaşdıraq. Deməli, görünmür. Hə, indi göründü. Deməli, A variantında bizə verilib ki, x böyükdür -6. Deyir ki, bərabərsizliyi ödəyən 3 tam ədəd tap və həlli ədəd oxunda təsvir et. Bu bərabərsizliyi baxan kimi bilirəm ki, bu bərabərsizliyin 3 dənə həll deyirsə mənə, -5 qoyaram, -4 qoyaram, -3 olar. -6-dan böyük 3 dənə ədəd belə qoydum. 1, 2, 3 də qoya bilərdim. Müsbət ədədlər bilirik ki, hər zaman mənfi ədədlərdən böyükdür.
Amma bizdən istəyir ki, ədəd oxunda təsvir etməyi. İndi ədəd oxunda təsvir eləyəndə sizə biraz daha aydın olacaq hər şey. Bu ədəd oxumuz olsun. -6-nı qeyd edirik. -6-ın içərisindəki -6-nı qeyd etdiyimiz dairənin içini rəngləmirik. Niyə rəngləmirik? Çünki bərabərlik yoxdur, boş saxlayırıq. Okey. Bizə deyir ki, -6-dan böyük olsun, amma -6-nın özü daxil olmasın. Deməli, onda bizim həllərimiz hansı hissədə olur? Bu hissədə olur. Buradan rəngi dəyişirik. Bizim həllərimiz bu hissədə olur. Baxın, ədəd oxunda təsvir elədim. 3 dənə bu bərabərsizliyi ödəyən 3 dənə ədədi tapdım. Sonra mənə nə deyirdi? Həlli ədəd oxunda təsvir elə, təsvir elədim. Bu şəkildə də yaza bilərəm əslində. Bu -5, -4, -3 yazmışdım axı. Onları da gəlin təsvir edək ədəd oxunda. -5-dir, -4-dür, -3-dür. Bunun həlləridir. Bu əslində biz burada göstərmiş oluruq ki, bu ədədlər -6-dan sağda yerləşir və onun həllidir. Başqa bizə nə deyirdi? Bu bərabərsizliyi ödəməyən 2 tam ədəd müəyyən edin. Bərabərsizliyi ödəməyən 2 tam ədəd də müəyyən edək. Onlar da -6-dan solda olan ədəddə olacaq. -6-dan solda olan 2 dənə ədəd düşünək. Hansı ədədlərdə olar? -7 deyək, bir də -8. Deməli, bu bərabərsizliyin həlli olmayan ədədlər -7, -8-dir və solda yerləşirlər. Həlli olan ədədlər isə ondan böyükdür və sağda yerləşirlər. -5, -4 və -3-dür. Bu sualların əslində hamısı eynidir, amma gəlin B variantına da baxaq. B variantı da əslində demək olar ki, bundan eynidir. -6-nı ədəd oxunda qeyd edirəm. Burada -6-nı qeyd edək. Dairənin içini rəngləyirəm, yoxsa rəngləmirəm? Eşidirəm ki, deyirsiniz ki, müəllim, rəngləməliyik. Niyə rəngləməliyik? Çünki bizə verilib x böyükdür, bərabərdir 6. Burada bərabərlik işarəsi var deyə mütləq dairənin içi rənglənir. Və bizə deyir ki, bu bərabərsizliyi ödəyən həllər çoxluğu -6-dan böyükdür. Onda mən hansı hissəni götürməliyəm ədəd oxunda? Mən ədəd oxunda yaşılla göstərim. Bu hissəni götürməliyəm. Bu hissədə də həmin ifadəni ödəyən 3 dənə ədəd mənə göstər desələr, hansı ədədləri göstərirəm bilirsiniz? Biri -6-dır. Unutmayaq, onu rəngləmişdik. Rəngləmək nə deməkdir? Göstərmək idi ki, -6 da bu bərabərsizliyi ödəyir. Sonra -5-dir burada var. -5-i burada dairə ilə göstərməyə ehtiyac yoxdur. Zaten o həllidir. Əsas orada -6-nı göstəririk dairə ilə. -5-dir, -4-dür. Deməli, bu bərabərsizliyi ödəyən ədədlər hansılar oldu? -4-dür, -5-dir, -4-dür, -3, -2, belə gedir. Sağda olan bütün ədədlər və -6 da daxil olmaqla bu bərabərsizliyin həllidir. Və ödəməyən 2 dənə ədəd göstərmək istəsələr, yenə burada göstərə bilərəm. -7-ni, -8-i, -9-u, belə solda olan -6-dan başqa, -6 daxil olmamaqla solda olan bütün ədədlər bu bərabərsizliyin həlli deyil. Bu da belə getdi. Okey. Deməli, biz burada baxdıq A variantına, B variantına. Burada bütün variantlara baxdıq yuxarıdakı sualda. Burada qalır C, D və Y variantları. Bir dənə Y variantına baxaq. C və D variantlarını sizə verirəm. Kommentlərə yazırsınız. Mən sizi düzgün cavab vermədiyinizi sizə cavab olaraq yazacağam. Y variantına baxaq. Deməli, Y variantında bizə verilib x kiçikdir, bərabərdir 0. Bunu ədəd oxunda qeyd edək. Ədəd oxunda 0-ı qeyd eləsəm, mən bu dairəni rəngləyəcəmmi? Bəli, rəngləyəcəm. Niyə? Çünki müəllim bizə verilib bərabərdir. Bərabər olanda nə edirik? Rəngləyirik və bizə 0-dan kiçik ədədlər lazımdır. 0-dan kiçik ədədlər də bu hissədə olacaq. Həmin bu hissəni ədəd oxunda, indi bəlkə də belə sizə xətlər çəkəndə biraz yad gələ bilər. Əslində eyni mənaya gəlir ki, yəni bu hissədə olan bütün ədədlər və 0-da daxil olmaqla bu bərabərsizliyin həllidir. Yenə bizə deyiləni yerinə yetiririk. Bizə demişdi ki, ödəyən 3 tam ədəd tap 0-dan kiçik olan
3 dənə tam ədəd tapaq. Gəlin burada. Məsələn, -1, -2, -3. 3 dənə tam ədəd göstərdim. Sonra deyir ki, həlli ədəd oxunda təsvir et, təsvir etmişəm. Bu bərabərsə ödəməyən 2 tam ədəd tap. Ödəməyəndə ondan böyüklər olacaq ki, 1-dir, 2-dir, 3-dür və s. bu şəkildə, sonsuz şəkildə gedir. Sağda olan bütün ədədlər bu bərabərsizliyi ödəmir. Çünki bizdən 0-dan kiçik 0-a bərabər ədədlər istəyir. Bu qədər sadə. Bitdi. Burada başqa elə bir şey yoxdur. C və D variantlarında özünüz yazacaqsınız, göstəriş verdiyim kimi. Gəlin indi 3-cü suala baxaq. Görək 3-cü sual bizə nə deyir? Təzə səhifə açaq. 3-cü sualda bizə verilib ki, deyir ki, bərabərsizlik ödənin ən böyük tam ədəd tapın, həlli ədəd oxunda təsvir edin. A variantını yazaq. Qırmızı ilə yazaq. Qırmızı daha qəşəng görünür. A variantı. A variantında bizə verilib x kiçikdir -5. İlk olaraq gəlin bunu ədəd oxunda qeyd edək. Ədəd oxu çəkirəm. Ədəd oxunda -5-i qeyd edirəm. Dairənin içini rəngləyirəmmi, rəngləmirəmmi? Əlbəttə ki, rəngləmirəm. Niyə? Çünki müəllim, burada bərabərlik işarəsi yoxdur. Bərabərlik işarəsi yoxdursa rəngləmirəm. Okey. İndi bizə lazımdır hansı ədədlər? X hansı ədədlər çoxluğunu təşkil edir? -5-dən kiçik ədədlər çoxluğunu. Deməli, bizə hansı hissə lazımdır? Onu da yaşılla göstərək. Bizə -5-dən kiçik hissə lazımdır. Yəni, ədəd oxunun sol tərəfində olan ədədlər lazımdır. Həmin ədədlər hansı ədədlərdir? Qeyd edək bir-bir bunun üzərində. Məsələn, buradan rəngi burada dəyişməliyəm də. İkilidir deyə yuxarıdan dəyişəm. Burada deməli, mənfi renk niyə dəyişmədi? -6-dır, -7-dir, -8-dir və s. bu şəkildə gedir. Və mənə deyir ki, bu bərabərsizliyi ödəyən ən böyük tam ədədi tap. Məndən ən böyük tam ədədi tapmağı istədiyinə görə mən burada -6-nı götürəcəm. Getdikcə çünki azalır. Birdən fikirləşərsiniz ki, müəllim, axı -9 var, -10 var. Çox böyük səhv edərsiniz uşaqlar. Çünki o ədədlər getdikcə azalır. Mənfi ədədlər artdıqca azalır. Müsbət ədədlərdə məsələn deyirik ki, 2 1-dən böyükdür, 3 2-dən böyükdür, 4 də 3-dən böyükdür. Belə arta-arta gedir. Amma mənfi ədədlərdə əksidir. -9 -8-dən kiçik olur. Ona görə burada ən böyük ədəd, bu bərabərsizliyi ödəyən ən böyük ədəd -6 olur. Всё. Bizə demişdi, həlli ədəd oxunda təsvir elə, ən böyük tam ədədi tap. Bu qədər sadə. Gəlin B variantına da baxaq. Bir neçə misala baxıb qalanı sizə verəcəm yenə. X kiçikdir 0 verilib bizə. Gəlin qırmızı ilə yazaq. Rənglər bir-birinə qarışmasın. Bizə verilib x kiçikdir 0. Ədəd oxu çəkirəm. Ədəd oxunu çəkdim. Ədəd oxunda mən nə edirəm? 0 qeyd edirəm. 0 qeyd elədim. Və dairənin için rəngləmirəm. Çünki bərabərlik işarəsi yoxdur. Mənə lazımdır 0-dan kiçik ədədlər. Yəni, ədəd oxunun sol tərəfi. Həmişə kiçik istəyəndə solu götürürəm. Və məndən istədiyi bu bərabərsizliyi ödəyən ən böyük, ən kiçik tam ədədi. Ən böyük tam ədədi tapmağımızı istəyir. Çünki kiçiyi verir baxı bizə, ən böyük tam ədədi istəyir. O da eləyir -1. -2, -3 və s. Bunlar hamısı həlləridir. Amma bizdən istədiyi burada ən böyük tam ədəddə, o da -1 olur. Yəni, belə baxa bilərsiniz əslində bizə ortada verilən, bizə əsas bərabərsizlikdə verilən ədədə ən yaxın olan ədəd, ən yaxın olan mənfi ədəd ən böyük sayılır. Zaten əgər deyək ki, bizə versəydi x böyükdür 0 versəydi və bu zaman ən böyük ədədi tapmağımızı istəməyəcəkdi bizdən. Yenə də bizdən istəyəcəkdi ki, ən kiçik ədədi tapın. Deyək ki, bu hissə olsaydı, onda ən kiçik ədədi istəyəcəkdi, o da 1 olacaqdı. Heç vaxt böyüyü istəyə bilməz. Çünki burada bilirik ki, biz natural ədədlər dərsini 5-ci sinifdə keçmişik. Bilirik ki, ən böyük natural ədəd yoxdur. Sonsuz şəkildə natural ədədlər gedir. Amma ən böyük mənfi ədəd var. Mənfi.
Okey. Bu əlavə idi, məsələn, mən dediyim. Əsas misal budur. Bu misalın həlli də -1-dir. Əgər cavabı istəyirsiniz. Sonra baxıram, o bir suallar da eynidir. Gəlin, sizə verirəm bunu. C variantıdır, D variantıdır, Y variantıdır, F variantıdır. Bunları kommentdə yazarsınız. Sonra 4-cü suala baxaq. 4-cü sualda baxın, mənim bayaq misal çəkdiyim şeyə gəliblər. Bərabərsizlik ödəyən ən kiçik tam ədədi tapın, həlli ədəd oxunda təsvir edin. Əslində, həlli ədəd oxunda təsvir edəndə ilk olaraq siz həlli ədəd oxunda təsvir eləməyə başlasaz, elə buradan cavab elə göz önünə çıxır. A variantını yazaq, məsələn, burada. Dördüncü sualda ödəyən ən kiçik tam ədədi tapın deyir. Həlli ədəd oxunda təsvir edin. Deməli, -10-dur. -10-u nə edirəm? Ədəd oxunda qeyd edirəm. Burada da yazıram, x böyükdür, -10. Dairənin içini rəngləmirəm. Niyə? Çünki mənə bərabərlik verilməyib. Sadəcə məndən lazımdır -10-dan böyük ədədlər. O ədədlər də bu hissədə yerləşir. Ədəd oxunun bu hissəsində. Bizə deyir ki, ödəyən ən kiçik tam ədədi tapın. O da eləyir. Hansı ədəd olur? -9 olur. -8, -7 belə arta gedir. Həmin ədədlər hamısı ödəyir əslində. -10-dan böyük, -9, -8, -7, -6 belə sonsuz şəkildə gedir. O ədədlərin hamısı ödəyir. Amma bizdən spesifik olaraq nə istəyir? Ən kiçik tam ədədi tapmağımızı istəyir və həmin ən kiçik tam ədəd də -9 olur. İndi B variantına baxaq. B variantı. B variantında bizə deyir ki, x böyükdür, bərabərdir, -13. Gəlin ilk olaraq ədəd oxunda bunu qeyd edək. Ədəd oxunda qeyd eləyən kimi, dediyim kimi cavab dümdüz ortaya çıxır. Deməli, -13 qeyd elədim ədəd oxunda. Dairənin içini rəngləyirəmmi? Rəngləyirəm. Niyə? Çünki bərabərdir verilib. Bu tənliyin həlli -13 və -13-dən böyük ədədlərdir. Baxın, bu mənaya gəlir. Bu tənliyin həlli -13 və -13-dən böyük ədədlərdir. Mən əgər bu dairəni rəngləməsəm, bu o deməkdir ki, mən deyirəm ki, -13 bu tənliyin həlli deyil. Amma baxın, -13-ü yerinə yazaq. -13 bu tənliyin həllidir. Fisiyo, ona əsasən nə edirəm? Burada yazıram. -13-dən böyük ədədlər. -13-dən böyük ədədlər ədəd oxunun hansı hissəsində yerləşir? Sağ tərəfdən. Həmişə böyük istəyəndə sağ tərəfə baxırıq. Sağda yerləşir. Burada sol yazaq. Sağ-sol qarışdırmayaq. Sağda yerləşir. Bizə istəyir ki, ən kiçik tam ədədi tapaq. Bu bərabərsizliyi ödəyən ən kiçik tam ədəd -12 hardan çıxdı? Bir dəqiqə, yox. Baxın, mən də çaşdım burada. Düzgün demədim. Burada bu bərabərsizliyi ödəyən ən kiçik tam ədəd -13-ün elə özü olur. Axı, bərabərlik qoyduq biz. Biz bərabərlik qoyduqsa, bu o deməkdir ki, bu bərabərsizliyi ödəyən ən kiçik tam ədəd -13-ün özüdür. Amma əgər belə olsaydı, x böyükdür, -13 desəydi, onda -12 olacaqdı. Amma burada bərabərlik işarəsi var. Baxın, buna görə siz əslində qeyd edirəm ki, təkrar o dairəni rəngləməyi unutmayın. Bu tənliyin həllinin -13 olduğunu unutmayın. -13-dən başladığını unutmayın. Buna əsasən bu tənliyin, bizə verilən tənliyin ən kiçik tam həlli -13-ün özü olur. Baxın, -11 də bu tənliyin həllidir, -10 da bu tənliyin həllidir. Belə sonsuz şəkildə gedir. Amma bizə deyir ki, ən kiçik tam həllini tap. Arta gedir də. Bizdən bu artan ədədlər arasında, artan tam ədədlər arasında ən kiçiyini istəyir. Ən kiçiyi də -13 olur. Qəşəng sual idi. Deməli, 4 də getdi. A və B variantlarını işlədik. C, D, Y, F variantlarını sizə evə verirəm. Kommentlərdə yazırsınız. Gələn dərs video hazırlayacağım. Bərabərsizliyin həllinin yoxlanılması hissəsindən davam edəcəm. Buradakı məsələlərə baxacağıq. Sonra da
Burada ümumiləşdirici tapşırıqlar və s. Onları da hissə-hissə ayıracağım. Video çox uzun olmasın deyə. Burada saxlayıram. Burada qaldığımız yerdən davam edəcəyik. Bu qədər sadə. Görüşərik. Gələn videoda inşallah